İsrailin keçmiş baş naziri Ehud Barakın Azərbaycanda gizli pul sövdələşməsinin olması ilə bağlı məlumatlar yayılıb. İsrail mətbuatının xəbərinə görə Ehud Barak verdiyi məsləhətlər üçün külli miqdarda pul alıb. Artıq İsrail istintaq orqanları məsələ ilə bağlı araşdırma aparır. İsrailin keçmiş baş naziri və müdafiə naziri olmuş Yahudi dövlətinin ən nüfuzlu siyasətçilərindən biri Ehud Baraka qarşı korrupsiya şübhəsi ilə təhqiqat aparılır. Virtualaz.org saytının yazdığına görə İsrailin istintaq orqanları Ehud Barakın Azərbaycanla şübhəli pul sövdələşməsini araşdırır. İsrailin tanınmış Haaretz qəzetinin yazdığına görə 2 həftə əvvəl ölkənin baş prokuroru Yehuda Weinstein keçmiş baş nazirdən Azərbaycanın iri dövlət şirkətlərindən biri ilə bütün elektron yazışmalarını istintaqa verməyi tələb edib. Qəzetin yazdığına görə polis Ehud Baraka qarşı təhqiqatı Bakının ona bir neçə 100 min dollar ödədiyi məlum olandan sonra başladıb. Bu məbləğin Ehud Baraka məsləhət xidmətlərinə görə ödənildiyi bildirilir. Lakin versiyalardan birinə görə bu rüşvət də ola bilər. Ehud Barak 2013-cü ilin mayında Bakıda təşkil olunmuş 1-ci Cənubi Qafqaz forumunda iştirak edib. Ehud Barak həmçinin Nizami mərkəzinə üzv də seçilib. Sözü gedən şəxs Azərbaycanla korrupsiya əlaqələrində şübhəli hesab edilən ilk İsrail siyasətçisi deyil. Bundan əvvəl İsrailin sabiq müdafiə naziri və Avoda partiyasının keçmiş lideri Binyamin Ben Eliezer də Azərbaycandan silah satışına görə rüşvət almaqda şübhəli bilinmişdi.